Bəli, sizlərə şəxsi evimizin təqdimata gəlmişik. Binə qəsəbəsi İmam Həsəndən qalxırsan Vega Halın düz yanında, Pekarni tərəf. Şəxsi evdə 2 sotaya yaxındır. Bir dənə göstər, elə məhlə hissəsi. Birbaşa da məhliyə açılı qapı. 2-dən 3-dən maşın həyətə rahat daxil ola bilər. Şəxsi qoşa ev. Qazı da var, işığı da var. Sağı solu hamısı da boşdur. Bax, buranı çəkdir. Hamısı 1 metrdən çox boşluq orada. Rahat fırlama olur. Özdə 4 bir yanda şkaflı qurulur. Padvala girişləri var. Qiymət 40 min deyil, amma endirim yoxdur dostlar. İndi evin daxilindən danışırıq. 40 mindən aşağı endirim yoxdur. İnternetinə qədər hamısı çəkilib. Evə cüzi xərc qoymaq lazımdır. Yəni aboy çəkib, polu lakladın. Tam ideal evdir. Otaqların ölçüləri də həqiqətən də çox genişdir. Bura qonaq otağıdır və 2 dənə də yataq otağı, 1 mətbəx. Ölçülər görürsünüz necə genişdir. Sanitar qovşağımız, aksesuarlar da hamısı işlək vəziyyətdədir, gördüyünüz kimi. Mətbəx hissədir. Evimiz, bir daha qeyd edirəm, qoşadaşdır. Mətbəx mebeli də yığılıb. 40 min manat real müştəriyə endirim yoxdur. Tələsin dostlar, Binə qəsəbəsində şəxsi ev.